uşağın istehlak etdiyi bir peçeniyə. Girin özünüz də baxın. 910, E910, E920, E921 nədir? Bu Elstein qatqısıdır, maddədir. Elstein də elə bir maddədir ki, bu yalnız və yalnız insan tükündən hazırlanır və donuz tükündən hazırlanır. Çünki ucuz və o elastiklik, yəni o yumşaq xəmiri yumşaq saxlayan, biraz rəf ömrünü artıran bir maddədir. Amma o qədər ziyanlıdır. Siz təsəvvür edin, insan orqanı yeyir. Bu nə deməkdir? Bu hanniballaşmadır. Bu insanların manqurtlaşmasıdır. Bu insanların vəhşiləşməsinə gətirib çıxardır. Yazılan kodlarda nə deməkdir? O kodlar şirinləşdirici, yəni əvəzedicilərdir. Bu kodlar əvəzedici qatqılardır, əvəzedici qatqılardır. Məsələn, tutaq ki, şəkər deyil, onun əvəzedicisidir.